düşməyə Bir çalışacağım dəqiqə hekayəni. şəbəkə. O Miyoşu bir dənə şeylə oradan da. Düş aşağı, düş. Nə yedin sən orada o qədər dadlı belə yam. Salam. Yenə biz. Yenə də biz Amma bu dəfə evimizdəyik. bəli. Keçən videoda da evimizdəydik. Keçən videonun sonunda evimizdəydik. Amma bu video biraz fərqli konsept yoxlayırıq. Evimizdə nə edirik? Sən danış, nə edirik? Evimizdə kontent var. Nədir kontentimiz? Kontentimiz odur ki, mən sənə söz verdim, sən danışın, sən mənə qaytardın sözü. Deməli, Redditdə insanlar elə situasiyalarla qarşılaşanda ki, düşünürlər, bilmirlər haqlıdırlar yoxsa haqsızlar. Onda bu hekayələri yazırlar və Reddit izləyiciləri də, istifadəçiləri də öz fikirlərini bildirir, düzdür? Bəli. Qəhrəman ona fərqli bir baxış bucağı gətirib. Neçə də hekayə yığmısan? Bir neçə də hekayə yığıb. Bəli. Mənim xəbərim yoxdur. Hekayələr nədir? O hekayələri həm yorumlayacağıq ki, bizim düşüncəmizə görə həmin situasiyada həmin insan haqlıdır yoxsa haqsızdır. Həm də qəhrəman nə edib? Gemini Pro vasitəsilə mən bu hekayələri vizuallaşdırdım və Şəbnəm hal-hazırda bu hekayələrin birinci şəklinə baxacaq və şəkildən tutmağa çalışacaq ki, tema nədir. Daha sonra da birlikdə görəcəyik ki, Şəbnəm xanım nə qədərini düz tapdı, nə qədərini səhv tapdı. Bəzi şəkillər çox, yəni self-explanatory dediyimiz, yəni özü-özünü izah edən şəkillərdir. Bəziləri isə həqiqətən çox çətindir tutmaq konteksti o şəkildən. Görək. Amma mövzu tək o deyil ki, mən şəkildə hekayəni tapacağam yoxsa yox. Həm də biz hekayəni oxuyub və başa düşməyə çalışacağıq ki, bizə görə həmin insan haqlıdır yoxsa haqsızdır. Fikrimizi də bildirəcəyik. Hökm verəcəyik. Hökm. Bəli. Hökm bundan verək. Verək. Tamam. Şey eləyək, o Gibinin bölümündə hamıya bir mikrofon veriləcək. Suçsuz. 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 Tamam. Oradakı kimi deyək, hamı belə şey eləsin. Suçsuz, sən suçsuz. Tamam. Birinci hekayəmizin ilk şəklini göstərmək istəyirəm Şəbnəm xanıma. Bir neçə dənə şəkli var hekayələr. Bir dənə. Tamam. Hər şeydən bir dənədir, yəni. Şəklimiz budur, Şəbnəm xanım. Yəni ekrana əl vurma, ekrana əl vursan çünki hekayənin konteksti bəlli olacaq, ona görə istəmirəm ekrana əl vurmağı. Tamam, ekrana əl vurmuram. Burada birinci arxadan başlayacağam. Tamam. Arxada hamı şokdadır. Arxada hamı şokdadır, bəli. Arxada bir masa ətrafında oturublar, hamı şokdadır. Bəli. Sonra bu hekayə Azərbaycanda baş verir. Yox, hekayə Azərbaycanda baş vermir, amma ki Gemini belə buyurdu deyək. Tamam. Və manqal partisidir. Tamam. Rayondayıq, manqal partisidir. Qonşular var. Mən onları qonşu olaraq, qonşu qohumda, yəni hekayənin yan karakterləri olaraq, Tamam. figuranlar olaraq görürəm. Əsas məsələ 5 nəfərdir burdakı. Bu nənə, ağlayan qız, oğlan və qarabuğdayı 2 dənə xanım, bir uşaq, bir böyük. Aha. Tamam. Mən belə başa düşürəm ki, bu oğlanla bu qız, Hansı qız? ağlayan qız. Aha. Belə deyim ya da. Oğlan gedib başqa ölkəyə oxumağa və ya işləməyə. Okey. Orada bu qızla qarabuğda hamısına ad qoyum. Tamam. Oğlanın adı olsun Fikrət. Tamam, Fikrət. Oğlanın adı Fikrət. Qızın adı qarabuğday, qızın adı olsun Qaragilə. Pis oldu Qaragilə. Qarabuğday, qızın adı olsun Aleksandra. Ağlayan qızın adı olsun nə olsun? Aytən. Atdım bu dəqiqə yenə. Nənə deyilən nənə. Tamam. 3 hekayə 3 nəfərin arasında bölüm. Fikrət, özüm unutdum adları. Fikrət, Aytən və Aleksandra. Mən belə başa düşdüm ki, Fikrət gedib xaricə oxumağa və ya işləməyə. Orada bu Aleksandra ilə tanış olub. Bunlar bir-birlərini seviblər. Bunlar orada bir şeylər yaşayıblar və mən belə başa düşdüm ki, Bir dənə bir şey deyim. Nəzərə al ki, bu hekayə Amerikada keçir. Yəni bu Gemini'nin lokallaşdırmasını şey eləmə, düşünmə. Azərbaycan kontekstində düşünmüyor. Yox, düşünmə Azərbaycan kontekstində. Şəkil prosto belə Gemini belə buyurur. Promptda Azərbaycanca yazmışam deyə. Onda işlər dəyişər. Xaricə oxumağa getməyib onda. Elə ölkənin içindədir. Ölkənin içindədir onda. Tamam, Fikrətlə Aleksandra tanış olublar, bir-birlərini seviblər, bir dənə uşaq dünyaya gətiriblər, amma bundan Fikrətin ailəsinin xəbəri yox. Bütün bu insanlar da Fikrətin ailəsidir. Sonra Fikrətin nənəsi, anası, nənəsi olsun. Nənəsi Fikrəti Aytənlə evləndirməyə çalışır. Bunlar tanış eləyiblər, nişanlayıblar, bəlkə də evləndiriblər və bir gün bunların manqal partisində Aleksandra uşağı ilə gəlib ki, Fikrət mənim ərimdir. Hamı da şoka düşüb. Hamı da şoka düşüb. Aytən də ağlayır ki, mənim nə suçum vardı. Aleksandra orada şokdadır, Fikrət burada şokdadır. Biz nənə baxır Aleksandraya, Aleksandranı sevirmiş nənə, əvvəldən bəri istəmirmiş o olsun. Gəlini məncə belə bir hadisədir. Qısaca Fikrət Aleksandra ilə evlənib, ailəsinə deməyib, daha sonra bir manqal partisində sürpriz eləyib, amma ki nənənin bundan xəbəri yoxdur. Aytəni də çağırıb ki, manqal partisinə ki, gəl səni tanış eləyim, bəlkə aramızda yaxınlıq olsun falan. Belə də ola bilər. Ya da ki, bəlkə söz kəsilib falan, Aleksandra manqal partisini basır ki, elə bir şey yoxdur. İkisindən biri ola bilər. Görə indi nə qədər düz tapıb Şəbnəm xanım. Mənim 22, sevgilimin isə 23 yaşı var.
4 yaşlı bir uşağımız var. Bəli, o yaşda yeniyetmə valideynlər olmaq axmaqlıq idi. Xeyr, buna görə zərrə qədər də peşman deyiləm və həyatımı heç nəyə dəyişmərəm. Məsələ burasındadır ki, vaxtilə hamilə olduğumu öyrənəndə mənim valideynlərim təbii ki, əvvəlcə biraz məyus oldular, amma yekunda yanımızda olub dəstək verdilər. Onda hekayəni yazan Aleksandradır. Ola bilər. Sevgilimin valideynləri isə onun bu yaşda ata olmasının biraz, amma əsas qaradərili bir uşağın atası olacağına görə çox əsəbləşmişdilər. Onda ailəsinin xəbəri var imiş. Qısacası Aleksandradan. onlarla bütün əlaqəni kəsdik və uşağımızı heç vaxt görməyəcəklərinə dair qəti qərar verdik. O vaxtdan xeyli keçib. İndi hər kəs xoşbəxt və sağlamdır. Sevgilimin digər qohumları, xalası, nənəsi, babası, 3 dənə bacı qardaş, indi üçündən nə qədər bacı, nə qədər qardaş bilmirəm. Onun valideynlərinin o ilkçi fikirlərini bölüşmürlər. Onlar ilkçi deyillər. Hə, onun valideynlərinin o ilkçi fikirlərini bölüşmürlər və uşağımıza qarşı çox mehribandılar. Valideynləri ilə isə ümumiyyətlə heç bir əlaqəmiz yox. Bu yaxınlarda bağda kebab qonaqlığına yığışıb. Birdən nənəsi belə bir söz atdı. Düzdür, sevgilinin valideynləri ilkçi olmaqla haqsız idilər. Amma gənc yaşda valideyn olmağın həyatını zəhər edəcəyini deməklə də haqsız deyildilər. Hamı da başını yelləyib nənə ilə razılaşır. Burada Aleksandra deyir ki, mən dözməyib dinləndim. Əslində bizim həyatımız çox gözəldir. Şəxsən mənim üçün o yaşda ana olmaq başqa hər hansı bir yaşda ana olmaqdan daha çətin olmadı. Sanki Beyoncé nifrət etdiyimi demişəm kimi hamının rəngi qaçdı. Öz aralarında pıçıllamağa başladılar. Sevgilimin bacısı, hansı ki o da yeniyetmə yaşda ana olmuşdu, ayağa qalxıb bunun onun üçün nə qədər çətin olduğundan, məktəbi heç vaxt bitirə bilmədiyindən, həyatının necə cəhənnəmə döndüyündən və işləyə bilmədiyindən şikayətlənməyə başladı. Amma burada bir məsələ var. Öz uşağının həyatı boyu uzağa 6 dəfə görür. Uşaq atası ilə birlikdə ölkənin tamam bir o biri başında yaşayır. Yəni onun saydığı bu çətinlikləri heç biri əslində uşaq böyüklüyünə görə deyil. Mən sakitcə xatırlatdım ki, mən orta məktəbi qızımdan da əvvəl erkən bitirmişəm. Daim işim gücüm olub, valideyn dəstəyim olub və s. və əlavə etdim ki, bunu heç kimə qətiyyən məsləhət görməsəm də mənimki ən yaxşı ssenarilərdən biri oldu. Amma ona da dedim ki, bilirəm, bu hamıda eyni cür alınmır və sənin bu cür pis təcrübə yaşamağına çox məyusam. Diqqət edin. Mən onun oğlu və ya uşağın atada qalması barədə ona zərrə qədər heç nə demədim. Buna baxmayaraq hamı yenə mənim üstümə düşdü. O başladı hönkür-hönkür ağlamağa. Nənə baba məni qəddar adlandırdı və ortalıq qarışdı. Və qız soruşur ki, indi siz deyin, mən burada düzəm yoxsa səhvəm mən bu söhbətdə? Eləməməli idim deyir. Qərar verirəm. Qərar versən. Haqlıdır yoxsa haqsızdır deyə qərar verirəm. Aha. Məncə Aleksandra haqlıdır. Amma əgər həqiqətən mövzu dediyi kimi olubsa, mən niyəsə heç inanmıram. Niyəsə heç inanmıram ki, sadəcə belə deyiblər, qıza başlayıb ağlamağa. Ola da bilər, yəni yalan da adlandırmaq istəmirəm. Amma həqiqətən hadisə bu cür ssenariydə olubsa, məncə Aleksandra bu mövzuda haqlıdır. Mən də demək istəyirəm ki, məncə də Aleksandra burada haqlı. Çünki elə insanlar həqiqətən var. Drama queen insanlar var həqiqətən. Bunu da buraxmasın. Həqiqətən çünki elə drama queen insanlar var da, hər şeyi özünə çəkməyə çalışır. Bəs mən belə oldum, yəni. Deyirsən ki, məsəl üçün mən nəsə müvəffəqiyyət yox, uğur qazanmışam. Müvəffəqiyyət olur demək. Hə, mən bir uğur qazanmışam, o birisi deyir ki, mən qazanmamışam, başlayır ağlamağa ki, tamam. Sən bunun yanında deməməli idin mənim yanımda bunu. Bu insanlar adətən özündən, öz yaşadığı həyatdan, öz bacardıqlarından, qazana bilmədiklərindən, bacara bilmədiklərindən narazı olan insanlar olurlar. Insecurity-ləri olan insanlar olurlar. Özgüvənsiz insanlar olurlar. Ona görə də hər şeyi şəxsi qəbul edirlər məncə. Mənim həyati müşahidələrimə əsasən. Ona görə də məncə elə insanlar da var. Həqiqətən də o tipdə insanlar var. Elə bir insandırsa bunun günahkarı Aleksandra deyil. Və mən bu hekayəni oxuyandan sonra həqiqətən başa düşdüm ki, Cemina niyə Azərbaycan kimi çəkib oranı. Yəni bura çünki Azərbaycandır, Amerika azad deyil. Nənə bir dənə söz deyir. Bu da deyir ki, yox, elə deyil, hamı nənəyə cavab, böyüyə cavab qaytardı. Görürsüz falan. Beləymiş, Amerikada da belədir bu yəni. Böyüyə cavab qaytarmaq olmaz. Fikir azadlığı tərk edir də, yəni. Yoxdur, böyük bir söz dedisə, o elədir yəni ki, qutardı. Başqa söz deyilməz üstünə. Tamam, ikimiz də onda bu mövzuda haqlıyıq nə idi? Həm fikirik ki, bu mövzuda hekayəni yazan xanım haqlıdır. Tamam, ikinciyə keçək. İndi isə ikinci şəklimizi göstəririk Şəbnəm xanıma. Şəbnəm xanım, buyurun. Kontekst budur. Hadisə Amerikadadır. Arxada Amerika bayrağı var. Ramkada. Harda? Orada. Hə, tamam. Tamam. Deməli, 2 dənə qız var. Bunlar başa düşdüm ki, ya bacıdırlar, ya rəfiqədirlərsə, nədirlər. Oturublar, movie night eləyirlər. Mən başa düşdüm. Deməli, bu əsəbi olan qız, bu o biri qızı evinə dəvət eləyib. Movie night eləmək üçün girls night qıza. Amma bu qız da təzəlikcə bir oğlanla flörtləşməyə başlayıb, münasibət
münasibətə başlayıb. Qız movie night əvəzinə başlayıb oğlanla görüntülü danışmağa. Hətta bu qız, o biri qızı da bura əlavə edib bəzən. Bəlkə də eləməyib, bəlkə də gedib otaqda oğlanla danışıb. Mənə belə gəlir və bu biri qızın rəfiqəsi də, yəni evinə dəvət edən və yaxud evə gələn kimdir bilmirəm, əsəbləşib. Əsəbləşib yəni, ki, çox asan. Əsəbləşib ki, niyə bizim girls night-ımızı pozursan? Tamam. Məncə belə bir hekayədir. Yaxşı, bəs burada kim soruşur səncə, yəni? Məncə haqsız qız olduğunu. belə bu qız soruşur, ya da bu qız soruşur. İkisi də soruşa bilər. Məsələn, bu qız əgər əsəbi qız soruşursa, ona görə soruşur ki, mən rəfiqəmə əsəbləşdim ki, artıq yetər, görüntülü danışma, artıq bizim günümüzdür, karlama. Bu mövzuda haqlı və ya haqsız olduğunu soruşur. Tamam. Əgər o soruşursa. O biri qız soruşursa, mən təzə başlamışdım flörtə, təzə ilişkinin münasibətin ilk vaxtları idi. Ona görə belə oldu. Sizcə mən burada podruqama, rəfiqəmə çoxmu haqsızlıq elədim deyə soruşur. İkisindən biri hansı ikisi də soruşa bilər. Baxaq görə hansı soruşur. Baxaq. Görək, deməli, rəfiqəmə mənimlə vaxt keçirəndə sevgilisi ilə görüntülü danışmamağı irad tutsam, mən pis olaram, soruşub. Mənim 23 yaşım var, ev kirayələdiyim bir otaq yoldaşım, eyni zamanda rəfiqəm var, onda 24 yaşı var. Onun sevgilisi hərbiçidir deyə uzaq məsafəli münasibətdədirlər. Orada arxada əskər şəkli var idi, oradan tutmalı idi, nəysə. Özümüz Teksasda yaşayırıq, oğlan isə Arizonada. Arizona kərtənkələsi. Oğlan isə Arizonada qulluq eləyir. İnandırım sizi, nə vaxt bir yerdə olsaq, bu qızın əlindən telefon düşmür. Münasibətləri təzə başlayanda anlayışla qarşılayırdım, heç nə demirdim. Amma artıq 7 aydır ki, vəziyyət eynidir. Həm də mart ayında bir yolluq onun yanına Arizonaya köçəcək. Ona görə də düşünürəm ki, artıq səbrim tükənib və nəsə deməyin vaxtıdır. Əsas problem odur ki, ikimiz evdə oturub rəfiqə kimi vaxt keçirmək istəyəndə belə o yenə də telefonda olur. Məsələn, özü gəlib deyir ki, gəl bir kino və ya serial açaq baxaq. Kino başlayır. Bir də görürəm ki, sevgilisi ilə görüntülü zəngdədir. Onunla tamamilə başqa söhbət eləyir. İşin ən əsəb pozucu yeri də odur ki, mənim dediyim hər sözü, etdiyim hər hərəkəti ambanın oğlana izah edir. Güya o da bizimlə bir yerdədir, illüziyası yaradır. Maraqlısı da budur ki, çöldə olanda problemi o qədər də yaşamırıq. Amma evdə ikilikdə nəsə etmək istəyəndə elə bil telefon əlinə yapışdırıblar, kənara qoya bilmir. İndi iyun ayı ərzində oğlan xaricdə olacaq deyə bu ay ona güzəştə gedirəm. Vəziyyəti böyütmürəm. Amma sizcə o qaydandan sonra rəfiqəmə barədə ciddi şəkildə iradımı bildirməliyəm? Desəm xətrinə dəyərəm, yoxsa haqlıyam? Bəli, Şəbnəm xanım, buyurun. Desən xətrinə dəyərsən, amma haqlısan deməlisən. Budur yəni. Haqlısan, əlbəttə ki, hə. Tamam. Yəni tamam, sevgilisi başqa şəhərdə ola bilər. Amma insan vaxtını bölməyi bacarmalıdır. Rəfiqəsinə də ayırdığı zamanı ancaq görüntülü. Məsələn, bəlkə onun rəfiqəsi onunla özəl danışmaq istəyir. Özəl danışmaq istəməsə belə. Yəni orada hər dəqiqə sevgili, məncə məsələn, hər dəqiqə sevgili, dost, rəfiqəsinin sevgilisinin görüntülü kolda olması çox belə narahat verici bir şeydir. Öz evində və rəfiqənlə bir yerdə. Heç məncə uyğun bir hərəkət deyil. Biz uzun məsafəli münasibətdə yaşamışıq və hətta sən rəfiqəndən bir evdə də qalmısan. Bu hadisəyə ən çox relate eləyə biləcək adam sənsən bu da. Sən yox, əslində esidir yəni. Bu uzun məsafənin ilişkiyə yox da, uzun məsafənin qızın və oğlanın dostluğuna təsiri ilə bağlıdır. Tərəfini ciddi ala bilmirəm sən. Uzun məsafə ilişkisinin ətrafdakılara qarşı təsiri və bunun üzərinə bir həll yolu kimi bir şey düşündüm mən əslində. Sualın nədir? Heç bilmirəm. Nə demək istədin yəni? Yəni nə düşünürsən? Bunu necə qarşısını ala bilər o qız? Yəni sən soruşmaq istəyirsən ki, mən necə eləmişəm? Yəni əslində hə, sən necə eləmisən? Tamam, mən ümumiyyətlə hətta eyni evdə yox, eyni otaqda qalmışam. Aha. Yəni bizim durum daha belə kritik idi. Belə baxanda daha çox yəni involve eləmə ehtimalım olan bir situasiyadır əslində, amma mən elə etməmişəm. Yox gəldi. Yox getdi. Mən çarəni belə tapırdım. Mən onsuz da ikimiz də işləyirdik gündüz vaxtı, həm rəfiqəm, həm də mən. Gündüz vaxtı bir yerdə zaman keçirə bilmirik və mən işdən, iş aralarında onsuz da səndən danışırdım. Yəni səninlə danışmamın bir hissəsini günorta məsələn 1 saat nahar fasiləm var. Fasiləmin 40 dəqiqəsi danışa-danışa keçirdi. Düzdür? İşlərimi danışaraq edirdim. Və növbəti. Evə gəlirdim. Evə gələndə axşam yenə də yolda səninlə danışırdım. Danışa biliriksə əgər. Danışa biliriksə səninlə danışırdım. Evə gəlirdim, rəfiqəmlə zaman keçirirdim. Nə vaxt ki, yenə də elə olurdu ki, məsələn mən onunla bir yerdə zaman keçirəndə sən zəng edirsən. Səni də söndürmürdüm. Sən də zəng edirdim. Sən də açırdım və deyirdim ki, məncə elə xatırlayıram. Məsələn də yəni 5 dəqiqə danışıramsa o qədər danışıram və uyğun olmadığımı deyirdim. Və nə vaxt ki, rəfiqəmlə keçirdiyimiz məsələn yemək bişirdik, yedik, nəyəsə baxdıq, danışdıq, bir şeylər elədik. Artıq hərə öz şəxsi zamanındadır. Mən keçirdim mətbəxə və mətbəxdə səninlə danışdım.
danışırdım. Yəni qızları da narahat eləmirdim. Eləməməyə çalışırdım. Bəlkə də eləyirdim, bilmirəm. Eləməməyə çalışırdım ən azından. Eyni zamanda rəfiqəmin balanslı olmağa çalışırdım da. Məncə bu situasiyada qız da balanslı ola bilər. Tamam. Yaxşı, bəs oğlan əskərlikdədir. Bu arada yəni ki, bu O adam əsgərdə olan necə hər dəqiqə danışır? həqiqətən yəni bu necə bir əskərlikdir yəni. Əsgər- Bizdə telefon buraxmırlar yəni. Cəmaət Nə məktub yazır əsgərlik? sevgilisinə. Bu adam 7/24 FaceTime-dadır sevgilisi ilə. Yəni necə bir əskərlikdirsə, yəni Bilmirəm, yəni məncə əsgərlik mövzusunun bura əlaqəsi yoxdur. Çünki əsgərlik bir əgər maneə olsaydı qız dayanmadan danışmazdı. Demək ki, maneə deyil danışmağına. Onda hər an danışa bilərsə, demək ki, balansı hələ də qorumaq məcburiyyətindədir. Yəni mənim də tanıdığım elə insanlar olur. Yəni bütün günü sevgilisi ilə koldadılar falan və insanlara, ətrafdakı insanları özlərindən uzaqlaşdırıblar elə insanlar. Yəni çox da müsbət bir şey deyil o. Bəli. Yəni sonradan düzdür, düşünə bilərsən ki, yaxşı da yəni mənim həyatımın qadınıdır və həyatımın kişisidir falan. Mən bunu eləməliyəm, amma ki, yəni bunun münasibətə də heç bir xeyri yoxdur. Münasibət Götür. bunun niyə qoy bir şey. Yəni bunun münasibətə də heç bir xeyri yoxdur. O münasibəti də nə qədər elə bil ki, necə deyim sənə? Elə bil ki, kettle-a max yazısından artıq su töksən, o dayda daşıb üstünə kettle-ı yandıra bilər. O həmişə saxlamaq lazımdır ki, həm isitsin, həm də ki elə deyilmi? Qabağında kettle var idi gözümün qabağında. Çox əlaqəsiz danışırsan. Yəni qızın oğlanın yəni münasibətə xeyir ola bilən bir şey ola bilər bu arada uzaq məsafə ilişkisində dayanmadan danışmaq. Münasibətə ziyan vuran bir şey deyil ki. Münasibətə xeyir də ola bilər. Onlar bəlkə bilər, amma ki balansı qorumaq önəmli. Yo. Mən burada bir sən nə görürəm əslində. Mən burada zaten biz ayrı şəhərlərdəyik. Yəni biz bir-birimizə sadiqik, biz bir-birimizə bağlıyıq və biz 7/24 FaceTime-dayıq bunu sübut eləmək üçün. Bax, yəni mən telefonu söndürüb gedib başqa iş eləmirəm sənsiz, yəni ki. Yəni bu biraz toksik bir yaxınlıq kimi gəldi mənə. Yəni ona görə deyirəm, yəni ki bu sağlam bir şey deyil yəni. Ola bilər, sağlam deyil. Ona görə də buradan demək istəyirəm ki, qız həm sevgilisi ilə uzun danışdığı üçün də haqsızdır, həm də ki, padruqasının vaxtına girdiyi üçün də haqsızdır. Padruqa burada haqlıdır yəni. Bəli, haqlıdır və deməlidir. Bəli. Elə isə keçək növbətiyə. Bu şəkil biraz çətindir, amma detallara fikir verib tapa bilərsən yenə də məncə. Nə yaşanır orada? Okay. İstəyirsən bu hekayədə sənə bir tip verim. Sən hekayədəki detallara bax və mənə gördüyün obyektlərin adını denən, mən də sənə soyuq uzaq deyim. Tamam. Hekayə əlaqəsi açısından. Deyəndi. Soyuq isti. Soyuq isti. Yaxın uzaq. Soyuq isti deyəcəkdim. İsti. Tərk eləmək, getmək harasa. İsti. Tamam, başqa bilmirəm yəni. Nə qədər şey var ətrafda. Yox, görürəm də nə var. Nə olduğunu görürəm də. Onlar zaten oradadılar. Hə. Yəni Tamam. gördüyüm hər şey bir-bir deyim, yəni dalaşmaq, mübahisə deyim, yəni. Görünür də onlar. Tamam, özüm. Tamam, belə eləyək. Tam bir hekayədə bir ailə var, bir dənə də uşaqları var. Bunların bir qadın, bir dənə də uşaq. Mən belə başa düşdüm ki, maşınla əlaqəlidir mövzu. Maşını özünlə aparmaq və evdə saxlamaq. İsti soyuq. Onu da oynayırıq elə. Yox, mən sənə obyektləri dedim. Maşın. Tamam, isti. Amma çox bitdi sənin bundan sonra. Okay, tamam. Deməli, fərziyyəm bu yöndədir. Bu kişi D&D oynamağı sevən bir insandır, belə başa düşülür ki, və D&D də elə bir oyundur ki, role play oyunudur, düzdür? Səhv etmirəmsə, role play oyunudur. Mən belə başa düşürəm ki, bu kişiyə bir neçə günlük və yaxud da ki, bir neçə saatlıq gedir dostları ilə D&D oynamağa. Və uzun bir saat və yaxud da bir neçə gün olmayacaq. Ya harasa uzaq bir yerə gedir, ya da ki, bir neçə saatlıq olmayacaq və maşınla getmək istəyir. Çünki yükü ağır. Amma qadın istəmir ki, maşını götürüb getsin. Çünki oğlu, indi oğluna bağlı problem bilmirəm. Məncə oğlu ilə bağlıdır məsələ. Oğlu ya xəstədir, hər an nəsə ola bilər deyə qorxur. Ya oğlunun imtahanı var, ora getməlidir. Bilmirəm. Ya oğlunu gəzməyə aparmalıdır. Ya evə bazarlıq eləməlidir. Yəni qadın istəmir ki, bu maşını aparsın. Belə bir məncə hekayədir. İndi detalları da görək necəymiş məncə. Hə, səncə burada kim açıb postu? Məncə qadın açıb. Qadın açıb. Tamam. Səncə sual da fikirləş. Sual da fikirləşim. Tamam. Hekayədə mən yazdım ki, Siz sualı fikirləş. Sizcə haqsızım. Haqsızım. Sual odur ki, yoldaşım yəni bunu etməkdə haqlıdır. Bilmirəm, sual budur da, yəni mən bu qədər düşüncəsiz bir ərim var. Hə, haqsızam bunu evlənməyə. Necə boşana bilərəm məncə mövzu bu. Əslində çox qəşəng gəlmişdi Şebnem. Sonra elə bir getdi, tam belə döngəni qaçırtdın, düz getdin kimi. Tamam, onda işidir. Hekayəni açan. Sualı nəysə, tamam, davam edirəm. Özün görəcəksən də harda səhv elədiyimi. Ərimlə uşaq kimi rəftar etməkdən yorulmuşam. Məsləhətinizə ehtiyacım var. Yoldaşımın dostlarını ayırdığı vaxta görə aramıza yaranan problemə görə özümü ana, onu isə uşaq kimi hiss edirəm. Mənim 28, yoldaşım
Yoldaşımın isə 34 yaşı var imiş. Artıq 7 ildir ki, Əsl uşaq. evliyik. Körpə. Yoldaşım hər 2 həftədən bir şənbə günləri, hər 2 həftədən bir şənbə günləri dostları ilə görüşməyə gedir. Elə bilməyin ki, gedib içirlər, barda, yəni sülənirlər. Sadəcə dostları ilə dostlarının birinin evində yığılıb D&D oynayırlar. Okay, bura qədər okay. Və ya başqa stol-üstü oyunlar oynayırlar. Mənim belə oyunlara heç marağım yox. Ona görə də onun vaxt keçirə biləcəyi bir dost qrupunun olmasına sevinirəm. Adətən o şənbə günləri axşam saat 6-dan gecə saat 1-ə kimi dostları ilə olur. Mən də buna heç nə demirəm. Çünki onun da özünə vaxt ayırma haqqı var. Düzdür. Bu bəzən mənə çətinlik yaradır. Amma özümün etmək istədiyim əyləncəli plana görə ondan görüşü ləğv etməsini istəyəndə əsəbləşib deyinməyə başlayır ki, güya heç vaxt dostlarımla görüşə bilmirəm, belə eləyirmiş. Əsas problemimiz elə budur. Onun maşını xarab olub. Təmir olunacaq vəziyyətdə deyil. Hazırda cəmi bir maşınımız var və onu ortaq işlədirik. Yəni qadının maşını. Kişinin maşını. Bəli, qadının maşınıdır, amma yəni evlidirlər də, yəni ortaq maşındır ikisi də kimi bir şey. Yəni qadının da maşını xarab olsaydı, kişi mənim maşınları istəyirəm gedəm. Mən sual verdim də. Əsas problemimiz isə budur. Onun maşını xarab olub, təmir olunacaq vəziyyətdə deyil. Hazırda cəmi bir maşınımız var və onu ortaq işlədirik. Mən də həftə sonları indi bunu xüsusi qayğıya ehtiyacı olan kiçik qardaşımla maraqlanıram. Bu uşaq qardaşıdır. hə, xüsusi qayğıya ehtiyacı olan kiçik qardaş, yəni görürsən əlildir. Yəni. Həftə içi evdən çox çıxa bilmədiyi üçün şənbə, bazar günləri onu harasa gəzməyə aparmağı, əyləndirməyi xoşlayıram. Bu gün mənim yoldaşım məndən soruşdu ki, bu şənbə yenə dostları ilə görüşə bilərmi? Mənim də xüsusi bir planım olmadığı üçün yaxşı get dedim. O da qayıtdı ki, əla, onda şənbə günü günorta 12-dən axşam 10-a qədər evdə olmayacaq. Bu məni şoka saldı. Çünki adətən dostları ilə görüşmək üçün bütün gününü xərcləmirdi. Ondan xahiş etdim ki, bəlkə dostlarından biri gəlib onu götürsün, maşın mənə qalsın ki, qardaşımı gəzdirə bilim. Amma dedi ki, maşın ona lazımdır. Mən də bildirdim ki, dostları ilə görüşmək üçün 10 saat vaxt lazım deyil. Bəlkə bunu 5 saata endirək. Bir ortaq məxrəcə gələk. Qayıtdı ki, bəs dostları ilə hansısa oyun mağazasına gedəcəklər. Sonra da oyun oynayacaqlar deyə tam 10 saat lazımdır buna. Mən də açıq şəkildə başa saldım ki, biraz reallığa qayıdaq. Xüsusi qayğıya ehtiyacı olan qardaşım var. Evdə olduğum halda yeganə nəqliyyat vasitəmizi 10 saatlıq götürüb getməyin heç insaflı deyil. Bu vəziyyət heç ədalətli bir vəziyyət deyil. Bunu deyəndən sonra əsəbləşdi. Başladı ki, keçən 2 şənbə heç yerə getməmişəm. Ona görə də dostlarımla vaxt keçirməyə haqqım var. Amma ki, son 2 şənbə günü getməməyinin mənimlə heç bir əlaqəsi yox idi. Dostlarından biri ştatdan kənara ailəsinin yanına getmişdi deyə oyun üçün yığışa bilməmişdilər. O qədər qıcıqlanmışam ki, belə çox qıcıqlanıb. 7 ildir evliyik. Amma bu mövzuda mənimlə mübahisə edəndə özümü elə hiss edirəm ki, sanki mən anayam və uşağıma dostları ilə çölə çıxmağa icazə vermirəm. Evlilikdə vəziyyət belə olmamalıdır axı. Dostları ilə keçirdiyi vaxt barədə biraz real düşünməsini və məni dərk etməsini istədiyim üçün sizcə mənəm pis adam deyib. Buyurun xanım. Mən bir şey anlamadım. Qızın dərdinə getsin də. Məncə qadın haqlıdır, amma sadəcə evdə xüsusi qayğıya ehtiyacı olan bir insan var deyə. Olmasaydı haqsız olacaqdı. Çünki mən burada ümumiyyətlə mövzunun o xüsusi qayğıya ehtiyacı olan insan olduğunu düşünmürəm. Çünki qadın o mövzuya sadəcə bir dəfə toxunur, maşın mövzusunda. Amma məsələ üçün dostları ilə niyə o qədər 10 saat vaxt keçirir kimi gəlir mənə niyəsə. Elə bil ki 5 saat keçirməyini istəyir və keçən həftə keçirməməkləri tam o başqa məsələ. Amma bu həftə də keçsin 10 saat keçirsin, nə olacaq ki? Amma əlbəttə evdə maşın məsələsi var. Gəlib başqası götürsə keçirə bilər məncə. Yəni bu kişini məncə gəlib başqa adam 10 saat götürüb aparsa, qadın yenə də əsəbləşəcək ki, niyə gedir 10 saat oynayır. Mənə gəlir. Yəni mən burada sənin elə düşünərdin, amma ki kişiyə bir yerdə haqq vermirəm. Çünki qadın deyir ki, tamam, dostlarından biri gəlib səni götürsün. O da kişi də deyibmiş ki, yox, maşın mənə lazımdır, mən götürəcəm. Yəni mənə var götürəcəm kimi deyib qadın. Bilmirəm, kişi bəlkə başqa səbəb gətirib orada. Və ya dostlarına özü söz verib ki, bəlkə siz bir dənə qəşəng yer tapmışam, ora aparacam falan. Hamını razı salıb ki, mən aparacam maşından deyə. Ona görə də ola bilər bəlkə. Yəni orada arxada nəsə bir şey var. O hekayənin o hissəsini biz bilmirik. Amma ki biz bunu bilirik ki, kişi deyib ki, yox da ölüm qalım məsələsidir. Mən bu maşını götürüb getməliyəm. Böyük ehtimal dostlarının da, yəni qadın dostlarını da tanıyır da, bilir ki, yəqin dostlarının da maşını var da, yəni götürə bilər. Məncə orada kişi prinsip eləyib. Məncə də kişi prinsip eləyib. Kişi də biraz tərsdir. Qadın da biraz tərsdir. Bir də kişi sən maşını xarab olub yəni. Niyə qadının maşını aparırsan? Evdə uşaq var.
Xəstə uşaq var evdə. Xəstə uşaq deyil də, xüsusi qayğıya ehtiyacı Xəstə olan uşaq. balaca qardaş. Xəstə uşaq. Bu gün də evdə takılsınlar da, filmə baxsınlar, yəni. Olmaz. Yox, elə bir şey deyil axı. Bəlkə qəfil onun əgər xüsusi qayğıya ehtiyacı olan bir şəxssə, bəlkə qəfil bir şey olacaq, ona ehtiyac olacaq, yəni. Onu sən düşünürsən, mən sən hekayəni danışan heç onu düşünmür, yəni. Mən Parkda öz gəzdirmək istəyir. düşüncəmi deyirəm də. Yəni hə, əgər elədirsə, yəni tutaq ki, orada belə düşünək ki, heç bir şey yoxdur, adi yəni öz oğlu olacaq, qardaş olacaq, amma xüsusi qayğıya ehtiyacı olmayan bir insan olacaqsa əgər, məncə yersizdir qadının hərəkəti. Getsin də yəni bir gündə piyada gəlsin, nə bilim, taksi istifadə elə. Amma yox, yəni evdə xüsusi qayğıya ehtiyacı olan birinin olması vəziyyəti dəyişdirir, qadını haqlı duruma salır. Tamam. Mən də bunu düşünürəm. Məsələn, qadın necə ortaq məxrəcə gələ bilərdi? Tutalım ki, kişi deyərdi ki, gedirəm. Məsələn, qadın da deyərdi ki, sən falan oyun almışdın. Məsələn, gətir onu açıq oynayaq da evdə. Bax, qardaşım da qoşulsun falan. Elə bir şey eləsəydilər, məncə kişi də getməzdi. Yəni deyərdi ki, evdə oyun oynayıram da, niyə gedirəm 10 saatlıq yol burdan, təpirəm harasa başqa yerə. 10 saatlıq yol getmir. Tamam. 10 saat olmayacaq sadəcə. 10 saat, yəqin bir gedəcək, yerə də bir 2-3 saat gedəcək də, yəni ki. Çünki o dükana gedir, oyun oynayır, qayıdır falan, yəqin çox çəkir də. Bu hekayədə ikimiz də düşünürük ki, qadın haqlıdır. Bəli. Tamam. Və sonuncu və digərləri qədər böyük olmayan son postumuza gəlirik. Şəbnəm xanım, biraz çətindir bu. Dalaşırlar sadəcə, yəni ailə. Yəni, yenə deyirəm, yəni bu hekayədən çox da bir şey çıxartmaq məncə olmayacaq, amma bir şey yoxlar. Bir ailədir, oturublar, kimin ki burada nənə baba var, yəni daha doğrusu ana ata. Yəni bu insanların hansının atasıdır, hansının anasıdır. Burada uşaqlar var, qadın kişi var. Bu kişilərdən məncə biri qadının yoldaşıdır, biri qadının qardaşıdır və yaxud da ki yoldaşının qardaşıdır. Tamam. Və davanı qadın bilmirəm, yoldaşı ilə mi eləyir, yoxsa öz qardaşı və ya yoldaşının qardaşı ilə eləyir. Məncə yoldaşı ilə eləyir davanı və ailənin ortasında eləyir. Və uşaqların da yanında, qonaqların da yanında, kimisə qonaq da çağırır, belə başa düşürəm ki, ona görə və qonaq çağırdıqları vəziyyətdə gedib bir-birlərinə dəvət edirlər bu ər-arvad. Tamam. Və situasiyada odur ki, o birilər də şokdadır ki, bizi çağırıblar, dəvət edirlər. Uşaqlar da şokdadır ki, anam atam dəvət edir. Amma bu hekayəni kim soruşub? Yəni üzdəki bu əsas məncə bu qəhrəmanlar, bunları boş ver. Bu beşlinin məncə üzündəki şeyə baxanda bu məyusdur. Mavi köynəkli oğlan məyusdur. Yaşıl köynəkli oğlan əsəbidir. Uşaqlar şokdadır zaten. Bu uşaqlar bunlardan birinin damı başasının olub, nə? Fara get. Bəs arvad necə? O da qorxmuş kimidir. Çünki üzgün və qorxmuş hissləri bir aradadır. Kişidən qorxur, üstünə qışqırır deyə. Yox, tamam. Başqa şeydən qorxur nəsə. Tamam. Görək. Tam başa düşmədim amma, ha. Yaxşı, bəs kim yazıb postu? Qadın. Yaxşı, bəs sual nədir? Sual heç fikrim yoxdur. Tamam. İndi hekayəni oxuyandan sonra bir də göstərəcəm şəkli sənə. Tamam. Yoldaşım və mənim 41 yaşımız var. 11 yaşlı qızımız və 8 yaşlı oğlumuz var. Qızımız basketbola, oğlumuz isə həvəskar futbola gedir. Qızı həvəskar yox, direkt basketbola gedirmiş, görsən də. Yoldaşım elə valideynlərdən deyil ki, bütün həyatımızı 8 və 11 yaşlı uşaqların idman cədvəlinə görə qursun. Mən də bu məsələdə onunla tam razıyam. Uşaqların idman məşqlərini bütün həyatımızı zəbt etməsinə icazə verə bilmərik. Hətta istirahət və bayram günləri ilə üst-üstə düşsə belə, öncəlik öz planlarımızdadır. Bir neçə həftə əvvəl bayramla əlaqədar yoldaşımın bacısı gilə, baldızım gilə qonaq getmişdik. Onlar başqa şəhərdə yaşayırlar. Ona görə də bazar günü yola düşdük. Yoldaşım, mən və qohumlar oturub söhbət edirdik. Bacanağım oğlumuzun idmanından soruşdu. Bacanaq nədir? Bacanaq da bacısının əri. Arvadının bacısının əri. Bilmirsən bacanaq nədir? Qarışdırdım. Tamam. Bacanağım oğlumuzun idmanından soruşdu. Söhbət əsnasında yoldaşım da dedi ki, bura gəlmək üçün oğlumuzun məşqini buraxmalı oldu. Bunu eşidən bacanağım başladı yoldaşımı qınamağa. Dedi ki, sən uşağa komanda ruhunu öyrətmirsən, uşaq tənbəllik eləyir, elə səni oxşuyub falan. Ümumiyyətlə, sən pis valideynsən falan kimi tipli şeylər deyib. Mən də kənardan bunu eşitsəm də müdaxilə edib cavab qaytarmadım. Çünki mənasız mübahisəyə girməyə ehtiyac görmədim. Belə insanlar var. Səhərsi gün maşınla evə qayıdarkən yoldaşım məndən niyə ona dəstək olmadığını və məndən ona niyə dəstək olmadığımı, niyə arxasında durmadığımı soruşdu. Mən elə bilirdim ki, o artıq o söhbəti unudub.
Ona başa salmağa çalışdım ki, mənim onunla eyni fikirdə olduğumu onsuz da bilir. Ona görə də o vəziyyətdə durub onun vəkili rolunu oynamağıma gərək yox idi. Amma bu bəhanəm onun heç xoşuna gəlmədi. Bütün yol boyu arxada uşaqlardan başqa heç kimlə danışmadı. Yəni mənimlə. Bir kəlmə belə kəsmədi. Elə bil mən heç maşında yox idi. İndi isə bu qardaşımız soruşur. Sizcə mən pis adamam deyir. Yoldaşımı müdafiə eləmədiyim üçün qardaşı ilə olan mübahisəsində. Qardaşı ilə yox, bacısının əri ilə. Bacısının? Hə, bacanağıdır da. Hə, okey, tamam. Hə. Sizdən bir rekap gedim burada bir dənə sənə. Heç də başmadı. Bir dəqiqə, tamam. Bu o dalaşdığı adam qadının bacısının yoldaşıymış. Bəli. Bacısı yoxdur heç şəkildə, ona görə mən. Yox. Niyə yox? Yox da nə bilim. Tamam. Bacısı hekayədə yoxdur çünki. Tamam. Məncə bu kişi bu mövzuda haqsızdır. Hə. Müdafiə eləməli idi. Əgər məsələn bacanağı olduğu üçün deyirəm. Məsələn, əgər qadın orada qardaşı ilə mübahisə eləsəydi, Hə. bu mövzuda haqlı idi bacı qardaş arasında girməmək mövzusunda ki, bacı qardaş öz məsələlərini özləri həll eləsinlər. Mən bunların arasına girib yoldaşımı müdafiə eləməyimin mənası yoxdur. Çünki onlar qan bağı ilə bir-birlərini onsuz da bağlıdırlar da. Yəni bunlar bu gün barışarlar, dalaşarlarsa bu barışarlar. Qan bağı önəmli daşıyan bir faktordur orada deyirsən. Yox da, yəni məncə bacı qardaş mövzusu, yəni bacı qardaş dava eləyirsə məncə yoldaş ora girməməlidir. Amma bacına olduğu üçün, məsələn, yoldaşının bacısının əri, yox, qarışdı. Yoldaşının bacısının əri də, hə. Onun məncə bu mövzuya fikir bildirməyə və əsəbləşməyə heç bir haqqı yoxdur, ailə məsələsinə qarışmağa və kiminsə uşağı haqqında fikir bildirməyə və belə olan halda da məncə bu kişi öz yoldaşını müdafiə eləməli idi. Hə, tamam. Məncə haqsızdır. Sən elə düşünürsən. Tamam. Onda sənə belə bir sual verim. Yəni ki, sən düşünürsən ki, sənin yoldaşın, əgər sən də haqlı olduğunu düşünürsənsə, qarşı tərəf ona bir şey nə deyim sən, qarşı tərəf hücum eləyəndə ona və qan bağı yoxdursa arada, sən boynunun borcudur orada müdaxilə eləmək. Sən orada boynun borcu deyil. Məsələn, elə mövzu ola bilər ki, mən heç yoldaşıma haqq vermirəm. Orada məcbur deyiləm ki, onu müdafiə edeyim. Amma düşünürəm ki, yoldaşım orada haqsızlığa uğrayır. Onu müdafiə eləyərəm, amma müdafiə eləmək deyil ki, mən də ondan başlayacağam dalaşmağa. Hərənin öz müdafiə üsulu var. Mən müdafiəni olayı yumşadaraq, mövzunu yumşaldaraq eləyirəmsə, bu mənim sadəcə iki bacarığımın eyni anda qüvvəyə minməsi deməkdir. Həm bəlkə müdafiə... qardaş da mövzunu yumşaldı, amma ki, qadın onu istəmirmiş. Necə yəni? Bəlkə qardaş da mövzunu yumşaldı. Qardaş kimdir? Qardaş demədi, kişi nə deyim ona, kişi? Bəlkə qardaş desən müqavim başqa bir. Hə, tamam. Bəlkə bu kişi də mövzunu, 41 yaşlı kişi də mövzunu yumşaltmağa çalışıb və elə söhbəti bağlayıb, qadın amma istəyirmiş ki, yox desin ki, bəlkə biz bilmirik. Sən səhvsən, mənim arvadım haqlıdır, yəni. Bəlkə elə olub, baxın, bu orada elə bir detal vermir. Əgər elə olubsa haqlıdır. O amma deyir ki, mən kənardan bunu eşitsəmdə müdaxilə edib cavab qaytarmadım deyir. Yəni. Deyir ki, eləmədim də, yəni. Məsələn, olay yumşatmağa çalışsaydı deyərdi bunu. Sadəcə passiv bir insandır bu. Yəni mən bunu belə gördüm. Yəni, bəlkə də nə bilim istəyib ki, dava düşməsin, ona da haqq verirəm. Haqsız deyil. Haqsız deyil bu mövzuda. Prosta ki, çox da haqsız bir insan deyil, yəni. Pis insan deyil. Sadəcə bu mövzuda yəni öz xanımını müdafiə etsəydi məncə daha yaxşı olardı. Amma yəni elə insanlar var həqiqətən. Yəni ki, bəlkə də yəni düşünüb ki, tamam, sən misal üçün səndə də elə bir şey var. Məsələn, mənim üçün önəmli olan bir şey sənin üçün önəmli deyilsə, sən orada müdaxilə eləməzsən o söhbətə. Mən necə müdaxilə eləyərəm? Mən bilirəm ki, hər hansı bir mövzu sənin üçün çox önəmlidir, amma mənim üçün deyil. Amma sən sənin üçün önəmli olan mövzu üçün orada bir necə deyim, müzakirə içindəsən və haqsız duruma düşürsən. Sənin qarşındakı insana izah eləməyə çalışaram ki, tamam, başa düşürəm bu sənin üçün önəmli deyil, amma qəhrəman üçün önəmlidir. Mənim üçün də önəmli deyildi, təbii. Çox sağ ol. Səni anlayıram. Amma qəhrəman üçün önəmli. Səni alıb yola ver bunu getsin də görsün. Amma deməyə başa salmağa çalışıram ki, yəni hərənin öz önəmlilik şkalası var da. Yəni tutaq ki, qəhrəman önəmlilik şkalasında mövzu yuxarıdadır. Məsələn, bu kişi belə danışıb, məsələn. Yəni bu kişi belə danışanda, bu oğlan da düşünə bilər ki, danışır da, bu da belə bir adamdır, danışırdır. Hər danışdığı şeyə cavab qaytarır. Yəni önəm verməmiş ola bilər. Hətta deyir ki, bax mən elə bildim unudub onu. Niyə görə desin ki onu? Çünki onu düşünüb ki, arvadı da çox vecin almayıb da, unudub onu həmin an. Tamam, ola bilər. Demək ki, bu hadisə tez-tez yaşanır bunların ailəsində. Belə hadisələr. Ola bilər. Çünki əgər ilk dəfə də yaşanırsa, bunlar artıq illərdə 10 ildən çox evlidirlər, uşaqların ondan təşkil. 10 ildən çoxdur bir ailədədirsə və ilk dəfə də yaşanırsa, bu hadisə bir şok hadisəsi olmalı idi və kişi məncə bir sözünü deyərdi. Demək ki, bunlar həmişə bir belə qırğın dava içindədirlər, artıq bir önəmsəmir. Ya da ki, kişi həqiqətən də sözün qüvvətini çox verilən adam deyil yəni. Prosta önəmsəmir də belə şeylər. Hər kim nə deyir desin də. Zaten mən bilirəm ki, sən elə deyilsən. O da yəni ki, mənə bəs falan
düşünüb. Tamam. Bu qədər Yəni. detallı bilmədiyimiz üçün, yəni Hə. tam da deyə bilmərik ki, haqlıdır, haqsızdır, amma verdiyi detallara görə haqsız durumdadır. Daha çox detal versəydi bəlkə haqlı duruma düşə bilərdi. Tamam. Həqiqətən bəzi insanlar həqiqətən anlamır, yəni ki, qarşıdakının, yəni sənin arxanda dayanıb hədə bu adam düz deyir, yəni nə qədər önəmli olduğunu anlamırlar, dərk eləmirlər, yəni elə insanlar var həqiqətən. Bu kişi də onlardan biridir. Mən ona görə qadına haqq verirəm burada. Yəni kişi haqsızdır. Bəli, kişi İkimiz də haqsızdır. eyni şeyi düşündük yəni. Necə bizdən çıxmaz bütün hekayələrdə eyni düşündük. Bəli. İnanmıram. Nəysə, bu da belə bir konsept oldu. Ümid edirəm ki, maraqlı oldu. Siz də öz fikirlərinizi bildirin ki, hansı hekayələri sıralandıraraq məncə 1 2 3 4. Time code qoyacağam hamısına. Hə, hansı hekayədə bizlə razısınız və ya nəyə görə razı deyilsiniz? Onu da bildirin zəhmət olmasa. Sağ olun. Növbəti videoda, növbəti həftə, növbəti şənbə saat Mən eləyirəm, sən danış da. Papuqay şəbnəm. Mən nə edirəmsə onu eləməm. növbəti həftə şənbə günü saat 12-də fərqli bir konseptdə, fərqli bir videoda, fərqli bir yerdə Buradan balaca qəhrəman şəbnəm çıxacaq altdan belə eləyəcəklər indi. görüşərik. Sağ olun. Sağ olun, özünüzə yaxşı Bundan baxın. Həmişə düz söhbətlərdə olun. Sağ olun.